Değerli dostlar, Mərz Abışov, Kəlbəcər rayonundayım. Bura mən dədə-baba yurdumdur, Qaragüney kəndidir. Yəni bu Zülfüqarlı zonasında 3 kənd var. Qaragüney, Kesiliqaya, Çorban kəndi bizim kəndlərdir. Yəni bizim tayfamız Qoşnallar tayfası olduğuna görə Qoşnallar cəmaatı deyirlər. Bax bura bizim kəndimizdir, Qaragüney kəndidir. Bax bu da mənim babam Məhəmmədin yurdudur. Ermənilər bizim yurdumuzu, babamın yurdunu viran eləyiblər. Yəni tamamilə dağıdıbdılar. Burada mənim əmilərim olurdu. Salman Süleyman əmi, mənim qardaşlarım yayla babamıza köməyə gəlirdik. Yəni quzularını, heyvanlarına köməklik göstərirdik. Bu kənd bizim uşaqlıq xatirəmizdir, amma xatirəmizdən bir şey qalmayıbdır. Tamamilə xatirələrimizi darmadağın eləyib. Kafirlər, bax beləcənə bizim kənd yiyəsiz, sahibsiz. Allaha şükür ki, Azərbaycan xalqı yumruq kimi birləşərək Azərbaycanın ay ulduzlu şanlı ordusu ilə birlikdə torpaqlarımızı işğaldan azad etdi. Bax yolun o tərəfindəki evlər Musa əminin evidir, İsa əminin evidir. O tərəfdə də Qoşnalı dayımın eviydi, sonra Mustafa əmiyə satdı. Yuxarıda da Salman əminin evidir. Bax o yuxarıya kirişlik deyirdilər. Bu yuxarıya da qırmızı gərdən deyirdilər. Yəni aparıb quzuları bax orada qırmızı gərdəndə otarırdıq. Sizə bir maraqlı bir xatirəmi deyim. Babamın deməli 2 dənə iti var idi. Canavardan dönmə idi. Birinin adı Yetir idi, birinin adı Petir. Deməli bu itlərin ikisi də qoyunun biri o başında, biri bu başında elə bir çoban kimi sağ-salamat otarırdılar. Axşamdan da elə bil gətirirdilər. Yəni çox gözəl itlər idi. Eyni zamanda da o babamın itləri deməli təmiz ürəklə, qəlblə kim bu evə gəlirdisə onu bir gözəl insan kimi, qonaq kimi qəbul edirdi. Yox, onun xislətində xainlik var idisə çalışırdı ki, onu pardaq-pardaq parçalası yesin. Bax belə bizim babamın gözəllikləri var idi. Babam həqiqətən gözəl insan olub. Allah ölənlərinizə rəhmət eləsin. Bu kənddə kim evlənirdi? Babam həmin evlənənlərə heyvan verirdi ki, damazlıq kimi qoy onların da varı dövlət olsun. Ümumiyyətlə kənddə mənim babam, mənim atam bu kənddə seçilmiş insanlar olubdu. Həmişə bu kəndimizə arxa dayaq olubdu. Mən də elə Kəlbəcərə gələn kimi ilk növbədə, baxmayaraq Kəlbəcər şəhərinin özündə doğulmuşam. İlk növbədə elə babamın yurdu yadıma düşdü ki, gedim babamın yurdunu mən ziyarət edeyim. Bax belə, burada bizim kəndimizdir. Biləsiniz ki, mən Ramiz Abışov gəldim, öz arzuma çatdım. Ağdərə yolu demişdim ki, Kəlbəcərə gedəcəm. Gəldim də Kəlbəcərə və öz yurdumuzda ziyarət elədim. Məni tanıyan bütün dostlarımıza, dostlarım var, əqidədaşlarım var, milli birlikçilər, Kəlbəcərə Qayıt İctimai Birliyin üzvləri, əqidə dostlarım var. Hər birinizi inşallah gözəl qoruculuq olsun, Kəlbəcər abad olsun. Sizin hər birinizi Kəlbəcərə dəvət edirəm. Həm ziyarətə, həm də yaşamağa. Burada məskunlaşmaq lazımdır ki, buranı abad edək, buranı yaşadaq. Həqiqətən Kəlbəcər yaşamalı bir yerdir. Allah sizləri də var eləsin. Çox sağ olun ki, elə hər birinizi bu bizim möhtəşəm zəfərimizdə fərd olaraq hər bir Azərbaycan xalqının böyük zəhməti, böyük əməyi var. Ona görə də sizin hər birinizi mən təbrik edirəm. Allah sizləri də var eləsin. Biriniz canınızla, biriniz pulunuzla, varınızla, diplomatiyanızla. Sizlərin o informasiya müharibəsi demək olar ki, elə bizim müharibənin qazanmağımıza ən böyük bir qələbə oldu. Böyük bir stimul oldu. Hər yerdə bizi tanıtdırdınız və hər yerdə də haqlı olduğumuzu dünyaya çatdırdınız. Var olasınız. Qoy özümü də bir çəkim görəsiniz. Özüm də görəsiniz ki, mən də sizlərlə bir yerdəyim hər zaman. Bəli. Yağış gəlir, gəlin bu dəqiqə. Gəlin bu dəqiqə buradan çıxın, deyirəm, buradan rahat yol var. Rahat yolla gedək.
Hə, çox sağ olun. Qoy. Biraz o bura gəlin, burayla yaxın gəlin. Hə, bax belə. Burada deməli insanlar olmayıb deyin. İnsanlar gəlib getməyib deyin. Yəni 1-2-3 nəfər kimsə ziyarət eləyə gəlib kəndi. Ona görə də maşın yolu yoxdur. Və beləcə bu yolda gedir bizim orada trəki deyilən o yerdir. Trəkinin dibi deyirdilər. Orada qəşəng bir armud var idi. O armuddan da yeyirdik həmişə. Sonra da orada daş bulaq var. Bax orada, bax ora Musa-Səmigilin olduqları yerdir. O da onların damlarıdır. O tərəfdə də Məmməd əmigil olurdu. Rəhmətli Vahid yuxarıda olurdu. Salman əmi ilə qonşuydu. Allah rəhmət eləsin Vahidə. Çox gözəl insan idi. Aşıq Dəyətin oğluydu. Aşıq Dəyət həqiqətən bir sinif oxumayan bir insan idi. Amma tanınmış bir aşıq idi. Gözəl dastan bilirdi. Gözəl saz ifasını ifa eləyirdi. Var olasınız. Allah sizləri var eləsin ki, sizlər də bu qədər sizi məşğul etdim və mənimlə birlikdə, elə bir ki, siz də mənimlə birlikdə Kəlbəcəri, mənim Qaragüney kəndimi, Dədəbaba kəndimi ziyarət elədiniz. Var olasınız, sağ olasınız.